Azərbaycanın müstəqillik tarixində dövlətin və xalqın maraqları uğrunda mübarizə aparmış ictimai-siyasi xadimlərə, Ulu Öndər Heydər Əliyevin komandasına həmişə dərin ehtiram göstərən Prezident İlham Əliyev bu ənənəni bu gün də davam etdirir. Müstəqilliyin möhkəmlənməsi və inkişafında payı olan şəxslər uzun illər dövlət idarəçiliyində təmsil olunub, daha sonra isə ali dövlət təltifləri ilə mükafatlandırılaraq hörmətlə təqaüdə yola salınıblar. Məsələn, sabiq baş nazir Artur Rasizadə İstiqlal, Şöhrət, Şərəf və bu il Heydər Əliyev ordeni ilə təltif olunub. Elçin Əfəndiyev, Abid Şərifov, Əli Həsənov kimi uzun illər xidmət göstərmiş digər şəxslər də dövlət başçısının diqqətindən kənarda qalmayıblar. Lakin dövlətə sədaqət prinsipi hər şeydən öndədir. Prezident İlham Əliyev üçün əsas meyar dövlətə, xalqına və siyasi irsə sədaqətli xidmət olub. Bu yoldan dönənlər, xəyanət və nankorluq göstərənlər isə məsuliyyətə cəlb olunublar. Son 22 ildə Azərbaycan təhlükəsizlik orqanları bir neçə dəfə dövlət çevrilişi planlarını ifşa edib. Həmin planların arxasında dövlətə sədaqət andı içmiş, lakin sonradan fərqli məqsədlərə xidmət edən şəxslərin dayandığı məlum olub. Abbas Abbasov, unudulmuş yavər. Bu adlar arasında sabiq baş nazirin birinci müavini Abbas Abbasov da var. 2006-cı ildə vəzifədən azad edilərək İstiqlal ordeni ilə təltif olunan Abbasov daha sonra hakimiyyət iddiasına düşüb. 2013-cü ildə Rusiyada yaradılan Milyarderlər İttifaqı və onun Azərbaycan müxalifəti ilə əlaqələndirilməsi cəhdlərində Abbasovun rolu diqqət çəkib. O, həm Rusiyada, həm də xaricdə yaşayan Azərbaycanlı iş adamlarını siyasi avanturaya cəlb etməyə çalışıb. Dövlət çevrilişi planı baş tutmadıqdan sonra Abbasov ictimaiyyətin gözündən itdi və sonradan məlum oldu ki, Rusiyada iş adamı Telman İsmayılovun yanında çalışır. Bu hadisə ilə Azərbaycanda siyasi sabitlik və xalqın dövlətə sədaqəti bir daha öz təsdiqini tapdı. Ramiz Mehdiyev, Şimal küləyinin adamı. Son günlərdə Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyev barəsində dövlətə xəyanət ittihamı ilə cinayət işi açılıb. Azərbaycanın siyasi və elmi tarixində uzun illər təmsil olunmuş Ramiz Mehdiyev 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edildikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin olunmuşdu. Lakin akademiyada yaratdığı gərgin mühit, intriqalar və korrupsiya halları nəticəsində 2022-ci ildə istefa verməyə məcbur oldu. Sonradan məlum oldu ki, Mehdiyev Rusiya ilə təmaslarda dövlət hakimiyyətini zorla ələ keçirmə planlarını müzakirə edib. Dövlət Şurası adlı keçid hökuməti qurmaq niyyətində olub. Dövlət Təhlükəsizlik Xidməti bu planı ifşa edib və Mehdiyev Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə, yəni dövlət çevrilişinə cəhd, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı legallaşdırma ittihamları ilə məsuliyyətə cəlb olunub. Onun barəsində 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilib. Şəbəkənin ifşası Ramiz Mehdiyevin ətrafında onunla eyni düşüncəni paylaşan bir sıra sabiq məmurlar da olub. Onların sırasında sabiq Xarici İşlər naziri Elmar Məmmədiyarov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, sabiq Mədəniyyət naziri Əbülfəz Qarayev, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov və bankir Cahangir Hacıyev kimi adlar çəkilir. Məlumatlara görə Mehdiyevin qara kassası Ziya Məmmədov, onun qardaşı sabiq deputat Elton Məmmədov isə Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı MMC-də Mehdiyevin rüşvət sxemini idarə edən əsas şəxslərdən biri olub. Tərtər işi ilə tanınan Kamal Əliyev də bu çevrənin üzvləri arasında idi. Mehdiyev onu akademiyanın hüquq şöbəsinə gətirərək himayəsində saxlayıb. Həmçinin kürəkəni Fikrət Əliyevi də akademiyada vəzifəyə yerləşdirib. İstintaq dərinləşir, yeni adlar gündəmdə. APA-nın və digər mənbələrin məlumatına görə Mehdiyevin həbsi onun yaxın ətrafına da aydın mesajdır. Onunla eyni planlarda adı hallanan şəxslərin istintaqa cəlb olunacağı gözlənilir. Mənbələr bildirir ki, 2019-cu ildə Ramiz Mehdiyevin evində keçirilən qapalı toplantıda sabiq baş nazir Novruz Məmmədov, keçmiş komitə sədri Əli Həsənov, eləcə də Bakı meri Hacıbala Abutalıbov da iştirak edib. Həmin görüşdə hakimiyyətin ələ keçirilməsi planları müzakirə olunub.
Bu səbəbdən prezidentin sabiq köməkçisi Əli Həsənovun da istintaqa cəlb olunması və həbsinin mümkünlüyü istisna edilmir. Eldar Mahmudov növbəti hədəf. Jurnalist Cavanşir Həsənlinin Avropa mediasına istinadən yaydığı məlumata görə, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı da araşdırmalar davam edir. İspaniyanın Diario de Mallorca nəşri yazır ki, Azərbaycan Baş Prokurorluğu Mahmudov ailəsinin Avropada 100 milyon avrodan artıq dəyəri olan əmlaklarını araşdırır. 29,6 milyon avro dövlət vəsaitinin mənimsənilməsi və offshore hesablara köçürülməsi faktı ilə bağlı cinayət işi açılıb. Ramiz Mehdiyevin ailə üzvləri də istintaq altındadır. Mənbələrin bildirdiyinə görə, onun həyat yoldaşı Galina Mehdiyeva da artıq ifadə verib. Onun açıqlamaları Ramiz Mehdiyevin maliyyə əməliyyatlarına və əlaqələrinə aydınlıq gətirə bilər. Siyasi və hüquqi nəticələr. Ramiz Mehdiyev artıq Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılıb. Yaxın günlərdə yüksək dövlət təltiflərindən və fəxri adlarından da məhrum ediləcəyi gözlənilir. O həm YAP sıralarından, həm də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyündən xaric olunacaq. Beləliklə, illərlə dövlət idarəçiliyində olmuş, Ulu Öndərin etimadını qazandığı dövrdə yüksək postlara yüksəlmiş Ramiz Mehdiyev bugün dövlətə xəyanət ittihamı ilə bütün titullarını itirən və siyasi tarixdə mənfi obraz kimi qalacaq bir şəxsə çevrilib. Ekspertlər hesab edirlər ki, bu proses təkcə bir şəxsin cəzası deyil, həm də dövlətin sarsılmazlığının, siyasi irsə və dövlətçiliyə sədaqətin ali prinsip olduğunu bir daha təsdiqləyir.